Salam dəyərli tələbələr, bu gün cədvələ aid suala baxırıq. B ilə B-nin cəmi B plus B bərabərdir C-yə. Sonra bizə verilibdir A-nın kvadratı bərabərdir vurursan da D. B-nin kvadratını verib bizə Y. C-nin kvadratını verir bizə F. Və buradan 2B bərabərdir C-yə. Bu ifadəni gətirib burada yerinə qoyuruq. 2B-nin kvadratı bərabərdir F. 4B-nin kvadratı bərabərdir F-ə. B kvadratın yerinə qoyaraq Y. 4Y bərabərdir F. Və bizə burada şərtdə verilibdir. DY bərabərdir F-dirsə, F-in yerinə 4Y qoyarıq. DY bərabərdir 4Y. Y-lər ixtisar gedir. D bərabərdir 4. Bizə A-nı tapmaq lazımdır. Burada da verilib A-nın kvadratı bərabərdir 4. A kvadratı bərabərdir 4. A da bərabər, dəftərdən kök alsaq, A da bərabərdir 2.